Deyir, ya Əli mədəd, ya Hüseyin mədəd, ya Fatimə mədəd. Deyirsən ki, bu Allaha şərik qoşmaqdır. Yəni, Allahdan yardım istə, onlardan kömək istəmə, mədəd umma. Deyir, mən neynirəm ki, deyir, onları çağırıram, onlardan yardım istəyirəm. Onlar Allah yanında hörmətli bəndədirlər, üstün bəndədirlər, subhanallah. Yəni, dili ilə Allaha şərik qoşur. Allaha qoyub dünyasını dəyişmiş, qəbirdə yatan, ölmüş insanı çağırır, ondan mədəd umur. Sonra da deyir ki, mənim etdiyimə niyə deyirsiniz ki, Allaha şərik qoşmaqdır? Allah Teala Quran-ı Kərimdə buyurur ki, məni çağırın, mənə dua eləyin. Sən Əlini, Hüseyni, Fatiməni çağırırsan, bir, Allaha şərik qoşursan, əlavə ondan yardım umursan, mədəd umursan. Əlbəttə ki, bu Allaha şərik qoşmaqdır. Yəni, Əli də, Hüseyin də, Fatimə də, Əhl-i Beyt də, Allah onlardan razı olsun. Onlar sağ olanda yalnız Allaha çağırırlar. Allahdan yardım istəyirlər. Dünyasını dəyişmiş insanlardan yardım istəmirlər. Qəbirdə yatanlardan yardım